Hər həftə akademik Cəlal Əliyevin qəbrinə Azərbaycan xalqının kütləvi rəhmətlərini göndərməyə səbəb olan bir jurnalist var. Ötən həftə çıxışında Ramiz Mehdiyevi bu şəkildə tənqid etdi ki, 5 ildir qələbə qazanmışıq, torpaqlarımızın azadlığına nail olmuşuq, suverenliyimizi bərpa etmişik. Amma bu müddətdə Ramiz Mehdiyev bir kəlmə də qələbə barəsində danışmayıb, şəhidlərimizi ziyarət etməyib, heç zəfər abidəsinə də baş çəkməyib. Doğrudur. Bu tənqid haqlıdır. Hər bir Azərbaycanlı torpaqlarımızın azad olunmasına sevinməlidir, bunu qiymətləndirilməlidir. Dəli şeytan mənə vəsvəsə verdi. Mən girdim, Londonda yaşayan və bu günlərdə şöhrət ordeni ilə təltif olunan İlham Əliyevin bacısı Sevil Əliyevanın Twitter səhifəsinə baxdım. Gördüm ki, 5 ildə Sevil Əliyeva hər il istisna etmədən 9 may qələbə günün təbrik edib. Bunu paylaşıb səhifəsində. Amma bu 5 il müddətində bircə dəfə də olsun Azərbaycan ordusunun qazandığı qələbəni öz səhifəsində qeyd eləməyib. Şəhidlərimizi yad eləməyib. Şəhidlər Xiyabanın ziyarət haqqında da heç nə ümumiyyətlə məlumat yoxdur. İndi sual yaranır. Niyə? Niyə? Müsbət tərəfdən, daha doğrusu xoş məramla fikirləşsək, deyə bilərik ki, bəlkə Sevil Əliyevanın Azərbaycanın qazandığı qələbələrdən xəbəri yoxdur. Ola bilər. Belədirsə, xahiş eləyirəm, onunla kontaktı olanlar, əlaqəsi olanlar Sevil xanıma desin ki, 5 il bundan əvvəl Azərbaycan torpaqlarını azad edib, şəhidlər vermişik. Faşizm üzərində 45-ci ildə qazanılan qələbə öz yerində, onu onsuz da çox qeyd eləmişik, qeyd edilir. Amma bir zəhmət çəksin, Azərbaycanın qələbəsinə də münasibət bildirsin.